Salam dəyərli izləyicilərim, hamınızı salamlayıram. Bax, buzublu pastalardan demək istəyirəm, tiş pastalarından söhbət edəcəm sizə. İndi bəzi blogerlər, bəzi insanlar bilmədiklərinə görə, vaxtında mən də bilmirdim, amma araşdırdım, bildim. Bu arxasında yaşıl görəndə deyirlər təbiidir. Bax, bunda yaşıldır, bunda qaradır. Bax, fikir verirsiniz, çövürəm. Göydür, qırmızıdır. Güya ki bu qırmızı, yaşıl, qara olanda yaşıl təbiidir, qırmızı pisdir, qara pisdir. Əslində elə deyil. Qabaq mən də elə fikirləşirdim. Bu marketinq, bu əslində hər bir şirkətin özünün görüşünə görə ki, onun aparatları nətər pakovkalayacaq, nətər kəsəcəkdir, hardan kəsəcək, onun aparatlarından asıldı. Bu metqaları özləri qoyurlar. Bax, yaşıl. Bax, fikirləşin, bunun nəyi tərkibi təmizdir? Yəni, nə demək istəyir? Heç bir də təbii deyil. Bax, bu görürsünüz, bunda da yaşıldır. Belə deyək, 2 manatlıq pastada da yaşıldır, 10 manatlıq pastada da yaşıldır. Mən də nə demək istəyirəm? Belə şeylərə aldanmayın. Keçin, bunların hamısını yoxlamışam, test eləmişəm. Böyük kanalda böyük video hazırlamışam. Orada da baxa bilərsiniz tam. Yəni 2 yerdə paylaşacağım bu videonu. Sonra nə deyəcəkdim? Bunların heç hansı o demək deyil ki, təmizdir, özünüzü aldatmayın. Bu firmaların bicliyidir. Çoxsu bundan marketinqi və xot kimi istifadə eləyirlər, cəmaatın başına alladırlar. Yəni çox adam, vaxtında mən də elə düşünürdüm. Çox adam gedir baxır, yaşıldır demək bunu almaq olar. Xeyr, elə deyil gözəl insanlar. Hamınızı öpürəm, bağrıma basıram.